Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Zabrat qəsəbəsində, məktəbin tam yaxınlığında, şəxsi tikili, 2 mərtəbəli, 7 otaqlı, kubcalı və mərkəzi kanalizasiyalı həyət evimiz satışa çıxıb. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Evin bütün məlumatları ətraflı şəkildə videomuzun daxilində qeyd olunur. Evin yerləşmə yerini bir daha qeyd edirəm. Zabrat 1 qəsəbəsidir. 81 sayılı Rus və Azərbaycan dili sektor olan orta məktəbin yaxın məsafəliyində yerləşir. 118 nömrəli marşrut yolunun da tam üzərindədir və 21 sayılı Poliklinikanın da yaxınlığındadır. Ümumilikdə 4 sot torpaq sahəsindədir. Yerdən kürsüdə tikilib. Mərtəbə arası tamamilə monolit betonlanmadır. Evin hər bir tərəfi yaşayış olan yerdə. Həyət yanı sahəsində görürsünüz. Evin həyətinə bir neçə maşın rahat şəkildə daxil ola bilir. Hər iki mərtəbəmiz dəhliz sistemlidir. Dəhlizdən də otaqlarına bölünür. Pilləkənimizin altında belə bir kladovkası yerləşir. Bir daha qeyd etmək istəyirəm ki, mərtəbə arası monolit, betonlanma, dairəvi, qoşadaş və hətta mən hər qapını açdıqca siz bu ara divarlara baxın. Hər biri qalın divar evdir. Hər tərəfi, yəni ara məsafələrdə qoşadaşla tikilib. Baxın, divarları göstərirəm. İstilik sistemi kombidir. Mətbəx mebelinə qədər hamısı var. Birinci mərtəbəmizdə hamamla sanitar qovşaq ayrı-ayrılıqdadır. Hər ikisinin aksesuarına qədər var və duş kabinasına qədər də yığılıb. Pəncərəsinin reşotkasına qədər var. Evimizin birinci mərtəbəsində yerləşir bir mətbəx, bir yataq otağı, bir geniş qonaq otağı. Pilləkənin altdakı kladovkanı gördünüz. İkinci mərtəbədə isə 5 dənə yataq otağıdır. Orada dəhliz sistemlidir və bir dənə əlavə yeni sanitar qovşaqdır. Sənədimiz kubcadır, təyinatı xüsusi mülkiyyətdir, mərkəzi kanalizasiya var. Evin qiyməti isə 235 min manatdan satışa çıxıb. İnşallah ki, real alıcılar olsa, qiymətdə də gözəl bir endirim olunacaq. Ev sahibi tərəfindən. Dəyərli müştərilərim, bahadır deməyin. Çünki bilirsiniz ki, mən bəyənmədiyim evi heç vaxt belə həvəslə, severəkdən təqdim eləmirəm. Hazırda Zabrat qəsəbəsində yeni tikilmiş evlərin qiymətindən də çoxunuz xəbərdarsınız. Çox müştərilərim də bax belə bir şəxsi tikili ev istəyir. İnan ki, yerləşmə yerinə görə, sənədinə görə, kanalizasiya olduğuna görə qiymətlə çox gözəl bir qiymət deyilir. Amma yenə də real müştərilərimizə gözəl bir endirim də mümkündür. Gəlin gedək ikinci mərtəbəni də sizə göstərim. Siz də bu arada kanalıma abunə olmağı, videolarımı da bəyənməyi unutmayın, təqdimatımızı və evi bəyəndinizsə bunu rəylər bölməsində öz fikrinizi qeyd edə bilərsiniz. Bilirsiniz ki, sizin fikriniz hər zaman mənim üçün çox dəyərli olur. Bir balaca üzürlüsən, ev böyük olduğuna görə, üstəlik bir neçə videonu mən dalbadal çəkirəm deyə digər sosial şəbəkələr üçün təngi nəfəs oluram. Baxın, burada dəhliz sistemlidir. Buranı da göstərim. Buradan çardaq hissəyə girişdir. Divarının qalınlığına baxın. Hər tərəfdən də bax belədir. İnanın ki, yataq otaqlarının genişliyi aşağıda birinci mərtəbəni gördünüzdə mətbəx hissəni. Mətbəx genişliyindədir. Hələ bəlkə daha da böyükdür. Qiyməti 235 min manat. Əlavə məlumat üçün də zəng edərək məlumat ala bilərsiniz. Hələ də videomu izləməyə davam edirsinizsə çox təşəkkür edirəm. Göz haqqınızı halal edin. İkinci mərtəbədə 2 dənə uşaqlar üçün nəzərdə tutulan yataq otağı var. Baxın, bu üzbəüz otaqlardır. Tək Allah eləsin, hər bir evdən körpə səsi gəlsin. Qalan otaqların hamısı genişdir. Və bu da sondakı yataq otağı. Bilmirəm nə dərəcədə təqdim edə bildim sizə, yerini izah edə bildim. Yenə də sizə qaranlıq məqam bir qalıbsa, buyurub zəng edə bilərsiniz. Sevərəkdən suallarınızı cavablandıralım. Təşəkkürlər.